day of the presentation. Yani bizim zorumuz. Adonisətin tələbəsiyəm, birinci ilimdir və bu bizim proyektimizdir, sizə gəlib dərs danışmaq və bizdə nə olacaq, biz nə öyrəcəyik sizə, Minecraft oynayacağıq, amma ki, süni intellektlə bir yerdə. Süni intellekti öyrəcəyik nə eləmək üçün, nə eləməlidir və oyunu keçməyə, hamımız bir yerdə kömək edəcək bir-birimizə. Buyurun, indi adı haqqında danışdıq. İndi Adan kampusları haqqında danışacağım. 4 ədəd kampusu var, Qazaxda, Gənclikdə, yəni Bakı şəhərində, Gəncədə və Şəkidə var. 233 dənə müəllimi var, 5000-ə yaxın tələbəmiz var və 90% məşğulluq faizi var. Yəni ki, universiteti bitirən 90%-i özünün iş tapır. Dövlət sifarişli yerlərdən danışmaq istəyirəm. Bunlar DİM imtahanı verənlər üçün pulsuz, yəni ödənişsiz yerlərdir. Bütün belə deyim, ixtisaslara belə 30 dənə yer açılır və ən yüksək bal yığanlar pulsuz oxuya bilir 4 ildə. Çox sağ olun. İndi bizim prezentasiyamız olacaq. Minecraft oynayacağıq. Birinci videoya baxaq, izləyib baxaq görək nə olacaq orada. An agent has these little helpers that can do anything you tell them to. An agent gives them a task. Kim başa düşmədi burada nə deyilir? Deməli, o boz rəngində bir qələmə oxşayan bir personaj, o bizim süni intellektimizdir və onun yanındakı balaca olan bir şeylər, onlar da onun köməkçisidir. Onların yerinə hər şey edəcəklər, məsələn, ağac tapacaqlar, blok götürəcəklər və onun yerinə hər şey edəcəklər. Sadəcə biz süni intellekti öyrənməliyik ki, nə eləməlisən bunun üçün və sən gecəni survive eləməlisən, yaşamalısan gecəni. İndi isə birinci prezentasiyadan başlayaq. Nə edəcəyik orada? Bəzi suallarımız var orada. Sizcə bir robot və ya süni intellekt nə etməyi öyrənə bilər? Yəni sizin üçün bir sual. Kim cavab vermək istəyirsə? Yəni böyük ehtimalla sinifdəki bu dəqiqə bütün hamının telefonunda və valideynlərin telefonunda falan ChatGPT var. Yəni böyük ehtimalla sizdə nə vaxtsa həyatınızda istifadə eləmişsiniz ChatGPT-ni və sizcə ChatGPT kimi bir robotla və həminki tipdə beyinlər, yəni nə etməyi bacarar? Ya başqa süni intellekt. Və fərq yox. Kimsə? Heç bir diyabız yoxdur? Yanında yaxşı sual verirəm. Yani gündəlik həyatımızda bizə öyrənir. Olur. 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 Məsələn. Məsələn, son dərslərdə və yaxud Dərslərdə kömək olur. Bəli. yox, Məsələn, informasiya tapmaq üçün. Çox doğrudur. Və süni intellekt sizin üçün hansı işi yerinə gətirməyi, öyrətməyi istəyirsiniz? Yəni sırf bunlardan başqa hansı işdə bir istəyiniz var ki, yəni sırf həmin şeydə bacarsa daha yaxşı olardı belə dediyiniz. Bəzi məlumatları yanlış verir. Ola bilər, ola bilər. Şəkil Altında da yazılır ki, yəni olmaz inanmağa. şəkil limiti Çox olmaz. doğruluq həmişə yox. Şəkildən əlaqəsi var deyə. Şəkillər tanınması. Şəkil limiti pullanlar, yəni O premiumda yəni plastik premiumda onlarda daha çox işləyirsiniz. İndi isə Minecraft-da göstərəcəyik sizə. Sizə necə kömək edə bilərəm? yəni bu gördüyünüz Necə? yəni sırf balaca bozucu yəni bizim köməkçimiz oldu və kömək edək bütün oyunları. Burada sual verir. Yəni shelter qurmaq üçün yəni biz nə etməliyik? Şokda yəni evdir, yəni bir artısa yer qalmaq üçün. Birinci ot tapmalıyıq. Sual verir. Burada kimsə var. Yəni kömək etmək üçün sual verir. Yəni mən buradan nə etmək istəyirəm? Nə etməliyik? Mən də cavab verirəm. Yəni mən burada yəni sırf daha rahat qurmaq üçün baxımdan. Daha səliqəli bir yerdə baxmaq üçün. A few moments later.
İndi isə kitabımız deyir ki, bu crafting table işlətmək lazımdır. Özümüzə alət düzəltmək üçün ağacdan. Gəlin düzəldək. Çubuq düzəldir indi. Yeni agentlə sual verir ona. Ona öyrədirik necə çubuq düzəltmək lazımdır. Sizcə bir süni intellekti yaxşı eləmiş şey nədir? Sizə belə bir sual verir. Bilən var? O yaxşı eləmək. Yəni, kömək eləməsi. Cavab odur ki, onu həmişə işlətmək lazımdır, yəni öyrətmək lazımdır. Süni intellekt bir şeyi əvvəlcən bilmir. Hər şey sıfırdan ona öyrədirlər. Milyonlarca dəfə onu necə deyim, mükəmməlləşdirənə kimi. Agent öyrədirik necə əks, pickaxe, bir də shovel. Wood vest. Bunda yox, wood vesti götürülür. İndi daşla da əvəz tutarıq. İndi isə kim istəyir proqlaşdırmaq bunu bizim yerimizə? Köylülər var istəyən oynamaq. İndi isə çoğu Masal tutdun, götürdün, qoydun bura. İndi isə upgrade eləməlisən daşı. Götür buradan daşı, orada. Və qoy ora. Sağ. O nəyə bas? Ha, görsənirsən də. Burada, bura bax, bura bax. Bundan sonra neyse bir şey Certification process. İbrahim Sözünün şəklini Tamam. çəkək. Sən zaten 120.